Binə açılıqda 4 sotda paket kupça 4 otaqlı 13 metrənin 14-20-yə olan evimizin təqdimata gəlmişik. Evimizin sağ tərəfi, digər tərəfdən də zaboru ev sahibi çəkəcək 1 metrdə. Digər sol tərəfdə məsafəsi var, arxada da metr yarım məsafəsi var. 4 sotdadır, həyətə 4-5 maşın rahat girir. Yerdən 6-7 daş kürsülü, belə bir 4 otaqlı evdir. Yenə qeyd edirəm, zaboru, aradan zaboru ev sahibi özü çəkəcək. Paket kupçadır, ipotekaya da yararlıdır. Yerdən 7-8 daş kürsülüdür. Bax, bu gördüyünüz isə basenyadır. Giriş hissəsi buradadır, bax. Basenyası, qapı, birbaşa koridor açılır. Mətbəxdən də terasa çıxış hissə var. Bax, bu gördüyünüz isə teras. Bina açılıq 292 nömrəli məktəbin tam yaxını. 168-169 nömrəli avtobuslarda evinin yaxından keçir. Evin padvalı da giriş hissəsi var. İndi mətbəx hissədən girirəm, bax sizlərə göstərirəm. Bax, mətbəx hissəsini gördüyünüz kimi şəxsi evdir. Sadəcə ehtiyaclıq ucbatından satır. Bax, koridorda qapı açıldı, yer istipoldur. Sağda belə bir geniş qonaq otağı. 8 metrənin arsa 6 metrəyə qonaq otağıdır. Gördüyünüz kimi spotlar falan, hər şey ən bahalısından istifadə olunubdur. Xərc qoy bu evə. Laminatı da bahalıdır. Ev komple istipoldur. Buradan bu otağına deni sanitar qovşağı var. Asma tavanla, duş kabin yeri də təyin olunub. Burada qardırop kimidir. Yəni yorğan döşək yığmaq üçün falan belə paltar yığmağı qardırop kimi nəzərdə tutub. Bütün plintusları alınıbdır. Plintuslarından hər bir şey var. İstipolun kollektor sistemi burada yığılıbdır. Zal və 2 dənə də burada yataq otaqlar. Bax, gördüyünüz kimi. Pəncərələr öz həyətinə baxır. Dediyim kimi metr yarım məsafəsi var pəncərə ilə. Bu digər otaq və koridorun sanitar qovşağı. Duş kabin, asma tavan. Kollektor sistemi ümumi buradadır. Bütün otaqlar istipoldur. Qapılar qalıb. Plintuslar alınıbdır. Qapıları sadəcə qalıbdır. Qiymət 112 min, paket kupça ipotekaya yararlıdır. Tələsin dostlar.